Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə 8-ci sinif fizika dərsindən maye və qazların təzyiqi mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olacaq. Əvvəlcə birinci tapşırığın izahını verək. Birinci tapşırıqda bizdən soruşur ki, dərinliyi 10 metr olan gölün dibindəki təzyiqi hesablayın. Dərinliyi 10 metr verirsə, h bərabərdir 10 metr yazaraq. Göl suyunun sıxlığı 1000. Demək ki, rho bərabərdir 1000 kiloqram bölsün metrin kubuna. Atmosfer suyun səthində yaratdığı təzyiq isə 760 mm civə sütuna bərabərdir. Demək ki, P0 bərabərdir 760 mm civə sütunu. Biz əvvəlcə əlbəttə ki, bu 760 mm civə sütununu Paskala çevirməliyik. Dərs izahından öyrənmişik ki, 1 millimetr civə sütunu bərabərdir 133 paskala. 1 millimetr civə sütunu 133 paskala bərabərdirsə, bəs 760 millimetr civə sütunu neçə paskala bərabərdir? Bunu tapmaq üçün əlbəttə ki, 133 paskalı vurarıq 760-a. Və bu şəkildə hesablayaraq ki, 760 mm civə sütununda neçə paskala bərabərdir? Vurduğumuz zaman alaraq ki, cavab 101.080 paskaldır. Artıq bunu hesabladıq. Demək ki, atmosfer təzyiqimiz 101.080 paskala bərabərdir. Və sonda fikir verək burada bizdən gölün dibindəki təzyiqi soruşur. Baxın uşaqlar, yuxarı hissədən mən şəkili çəkməyəm ya da aşağı hissədən göstərək. Tutaq ki, bu göl olsun. Bu gölün içərisində də maye. Əlbəttə ki, bu mayenin özünün yaratdığı bir təzyiq var. Bu təzyiq də necə hesablayırlar? Gölün dibinin dərinliyi, buna h deyək. O zaman nə olur? P bərabərdir rho, j, h-a. Bir də üzərində nə var? Atmosfer təzyiqi var. Əlbəttə ki, gölün üzəri açıq olduğuna görə atmosfer təzyiqi var. O zaman bizim tam təzyiqimiz P tam bərabərdir P0, yəni atmosfer təzyiqi, bax bu P0 üzərinə gəlsin bir də rho, j, h. Yəni gölün suyunun özünün yaratdığı bir təzyiq. Və verilənləri yerinə qoysaq, P tam bərabər olacaq. P0-mızı artıq tapmışıq. 101.080 plus rho-muz 1000-dir. Vurulsun, j ona bərabərdir. H da ona bərabərdir. Deməli, 101.080 üzərinə gəlsin 100.000. Və topladığımız zaman alarıq ki, doğru cavab 201.080 paskaldır. Yəni, bu şəkildə hesablamış olaraq uşaqlar. Hətta bunu izahda 200 paskala da, kilopaskala da bərabər edə bilərlər. Yəni, yuvarlaqlaşdırırlar və bu zaman 80 atılır, 200 kilopaskala bərabər edirlər. Belə uşaqlar, birinci tapşırığın izahını verdik. İndi keçək ikinci tapşırığa. İkinci tapşırıqda bizdən soruşur ki, uşaqlar, şəkildə təsvir olunan müxtəlif formalı qablardakı təzyiqləri müqayisə edin. Cavabınızı əsaslandırın. Diqqət edək burada uşaqlar. Fikir versək görərik ki, hər birinin üzəri açıqdır. Demək ki, hər birinə atmosfer təzyiqi təsir göstərir. Deməli, P0-mız var. Hər birində P0 var. Və eyni zamanda diqqət etsək, buradakı hər bir mayenin hündürlüyü bərabərdir. Yəni, H-lar hamısı bir-birinə bərabərdir. Və hər biri eyni maye olduğuna görə rhoları da bir-birinə bərabərdir. Yəni, hər biri tutaq ki, sudur. Sıxlıqlar bir-birinə bərabərdir. Biz bilirik ki, mayenin qabın dibində yaratdığı təzyiq P bərabərdir rho, j, h düsturuyla hesablanır. İndi diqqət edək uşaqlar burada. Bizim rholarımız bir-birinə bərabərdir. Çünki dedik, hamısı eyni sudur. J-lər onsuz da bir-birinə bərabərdir və hündürlüklərimiz də bərabərdir. Çünki hər biri eyni hündürlükdədir. Bu zaman
Rho, J, H hər biri sabit qaldığına görə belə çıxır ki, bu mayələrin yaratdıqları təzyiqlər bir-birinə bərabər olmuş olacaq. O zaman P1 bərabərdir P2-yə, bərabərdir P3, o da bərabərdir P4 şəklində yaza bilərik. Və cavabımızı da əsaslandırdıq. Daha sonra üçüncü tapşırığa keçək. Üçüncü tapşırıq, uşaqlar, burada sizin tapşırıqdan fərqlidir. Ona görə bunun üzərini örtün. Çünki burada PDF-də verilən tapşırıq sizin kitabda verilən o tapşırıqdan çox fərqlənir. Amma sizin o kitabdakı tapşırığı artıq buraya yerləşdirin və həll edək. Deməli, uşaqlar, sizin kitabdakı tapşırıq bu şəkildə idi. İki qab boru vasitəsilə birləşdirilib, qablardakı mayələrin sıxlıqları bərabər olarsa, kran açıldıqda maye səviyyələri necə dəyişər? Və cavabınızı əsaslandırın. Diqqət edək uşaqlar. Burada da bizə verilən nədir? İki qab boru vasitəsilə birləşdirilib. Bunu başa düşdük, çünki birləşmiş qablardır. Qablardakı mayələrin sıxlıqları bərabər olarsa, demək ki, bir tərəfə tökülən maye ilə digər tərəfə tökülən maye eynidir. Sıxlıqlar bir-birinə bərabərdir. Yəni, rholar bir-birinə bərabər olur. Bunu qeyd edək. Bir dəqiqə. Rho 1 bərabərdir rho 2-yə. Bu şəkildə yazarım. Və sıxlıqlar bərabər olduğuna görə, buradan kran açıldığı zaman birləşmiş qab olduğuna görə yuxarı hissədən, yəni hündür hissədən olan mayenin suyu digər hissəyə axacaq və mayələr bərabərləşəcək müəyyən bir bax bu səviyyədə. Demək ki, mayələr tarazlaşana kimi hündür qabdakı olan su kiçik qabdakı olan suya töküləcək və müəyyən bir artıq hündürlükdə hər iki qabda hündürlüklər bərabər olacaq. P bərabər olacaq P2-yə. P1 bərabər olacaq P2-yə. Yəni, rho, J, H bərabər olacaq rho, J, H-a. Çünki sıxlıqlar da eynidir, J-lərimiz də eynidir və hündürlüklər də əlbəttə ki, bərabərləşəcək. Bu kranı açdıqdan sonra. Belə, bu tapşırığını da həll etmiş olduq. Dördüncü sualda bizdən soruşur ki, 133 mm civə sütununa 136 kilopaskala bərabər olduğunu göstərin. Bu, sizin kitabda da 133 kilopaskal kimi göstərib. Yenə də deyirəm, heç bir fərqi yoxdur əslində. Eyni prosedur tətbiq olunmuş olacaq. Yenə də bunu tətbiq etmək üçün əvvəlcə bu şəkildə yazırıq uşaqlar. Hündürlüyü, yəni h bərabərdir 1 millimetr. Metrə çevirdiyimiz zaman 0-dan 100-ə 1000-də 1 metr. Sıxlıq rhosu bərabərdir. Əlbəttə ki, civə olduğuna görə civənin sıxlığını götürürük və 13600 kiloqram bölünsün metrin kubuna. Və J-miz nə qədərdir? Dəqiq rəqəm götürmək lazımdır. 9,8 Newton bölünsün kiloqram. Və təzyiqi hesablasaq, rho, J, H-a. P bərabərdir. Rho-muz nə qədərdir? 13600. J-miz ona bərabərdir. Hündürlüyümüz də 0-dan 1000-də 1-ə. Bu rəqəmləri bir-birinə vurduğumuz zaman təqribi cavab alırıq. Əlbəttə ki, burada təqribi cavabda 133 Newton bölünsün metrin kvadratı olduğunu, Newton bölünsün metrin kvadratı da biz bilirik ki, Pascal ifadə edir. Yəni, bunun yerinə Pascalda yaza bilərik. O zaman almış olaraq ki, bu da təqribən bərabərdir. 133 Pascal. Deməli, bu şəkildə yadımızda saxlayırıq. 1 millimetr civə sütunumuz bərabərdir 133 Pascala. Dördüncü sualda həll etmiş olduq. Belə, öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində uşaqlar bizdən soruşur ki, maye və qazların təzyiqi necə yaranır? Uşaqlar, qablardakı mayeyə ağırlıq qüvvəsi təsir edir. Nəticədə maye öz çəkisi ilə qabın divarlarına və dibinə təzyiq göstərir. Mayelərdə təzyiq yaranmış olur. Tutaq ki, bu qab olsun və bunun içərisində hər hansısa bir maye var. Bu mayenin özünün ağırlığı ilə bunun həm dibinə, həm də divarlarına təzyiq göstərmiş olur
və bunun nəticəsində də mayelərdə təzyiq yaranır. Amma qazlarda təzyiq isə ə, qaz molekullarının bir-biri ilə və qabın divarları ilə toqquşması nəticəsində yaranır. Çünki biz bilirik ki, qazlar ağzı bağlı qab götürək və burada nizamsız olaraq hərəkət edir. Nizamsız olaraq hərəkət etdiyinə görə həm bir-biri ilə toqquşur, həm də qabın divarları ilə toqquşur. Və bu toqquşma nəticəsində təzyiq əmələ gəlir və bu təzyiq də qazlardakı təzyiqi formalaşdırmış olur. Birinci sualın izahını vermiş olduq. İkinci suala keçək. 5 mm civə sütununun oturacaqda yaratdığı təzyiqi hesablayın. Baxın uşaqlar, bunun iki həlli var. Birinci həll, sadə həll ondan ibarətdir ki, bizim biraz əvvəl izah etdiyimiz kimi 1 mm civə sütununu bilirik ki, bərabərdir nəyə? 133 paskala. O zaman 5 mm civə sütununu nəyə bərabər olar bəs? Əlbəttə ki, 133 paskal vurulsun 5-ə. Bunun nəticəsində aydın olar ki, 665 paskal. Yəni, bu şəkildə sadə yolla hesablaya bilərsiniz. Bir də dəqiq üsul var ki, bunu ikinci üsul kimi yazaq buradan. İkinci üsul necədir? Baxın uşaqlar, 5 mm deyir. Demək ki, hündürlüyü yazırıq. 5 mm. Çeviririk metrə. Edir 0,5 metr. Və civə dediyinə görə civənin sıxlığını götürürük. 13.600 kiloqram bölsün metrin kubuna. J'imizin də qiyməti dəqiq rəqəm olsun deyənə 9,8 Newton bölünsün kiloqram yazırıq. Və bunların hər birini P bərabərdir rho JH düsturunda yerinə qoyuruq və P bərabərdir rhomuzun qiyməti 13.600, J'imizin qiyməti 9,8 və H-mızın qiyməti 0,5. Bunu hesablasaq, təqribən deməli alarıq ki, 666,4 paskala, bu da edir 666 paskal. Yəni, yuxarıdakı təqribi rəqəm olduğuna görə 665, aşağıdakı dəqiq hesablama olduğuna görə 666 paskal ifadə edir. Belə uşaqlar, ikinci sualda öhdəsindən gəldik. İndi keçək üçüncü suala. Üçüncü sualda bizdən nəyi soruşur? Diqqət edək uşaqlar, bu sual da sizə asan gələcək. Burada müxtəlif formalı qablardakı təzyiqləri müqayisə edin və cavabınızı əsaslandırın deyir. Biraz əvvəl əslində bu tipdə bir sual işlədik artıq uşaqlar. Yenə də diqqət edək. Qabların forması düzdür, hər biri müxtəlifdir. Diqqət edin, hər birinin ağzı bağlıdır, yəni hər biri qapalıdır. Qapalı olduğuna görə atmosfer təzyiqi yoxdur. Bunu bildik. Və hər birində eyni maye var. Eyni maye olduğuna görə sıxlıqlar bir-birinə bərabərdir. Demək ki, sıxlıqlar eynidir. Və diqqət etsək, hündürlüklərimiz də eynidir. Və hündürlüklər eynidirsə, təzyiqin düsturu P bərabərdir rho J H edir uşaqlar. İndi burada müəyyənləşdirdik ki, sıxlıqlar eynidir. Çünki hər biri eyni mayedir. J'lər onsuz da hamısı bir-birinə bərabərdir və H hündürlüklərin də eyni olduğunu göstərdik. Bu o deməkdir ki, müxtəlif formalarda qablarda təzyiqlər də bir-birinə bərabər olacaq. P1 bərabərdir P2-yə, bərabərdir P3-ə, o da bərabərdir P4. Bu şəkildə ifadə etmiş olaraq. Və dördüncü suala baxaq. Dördüncü sualda uşaqlar bizdən soruşur ki, Birləşmiş Qablar qanununa görə şəkildəki halların hər birini izah edin. Baxın uşaqlar, əvvəlcə sol tərəfdəki qabı izah edək. Sol tərəfə diqqət etsək əgər, maye sütununun hündürlükləri bərabər olduğundan Birləşmiş Qablar qanununa görə sıxlıqlar da bərabərdir. Maye sütununun hündürlükləri eynidir. Və hündürlüklər eyni olduğuna görə
Ne zaman cismin mayenin hündürlükleri birbirine beraber olur? O zaman ki birleşmiş qablara tökülən mayenin sıxlıqları eyni olsun. Bu o zaman yazarıq ki, burada rho 1 bərabərdir rho 2-yə. Yəni, eyni maye tökülüb bunun içərisinə. Və ikinci suala baxaq. İkinci sualda diqqət etsək burada ikinci şəkildə birincinin hündürlüyü aşağıda, ikincinin hündürlüyü isə yuxarıdadır. Və biz öyrənmişik ki, mövzu izahından hansı mayenin sıxlığı çoxdursa, o daha aşağı hündürlükdə yerləşir. Yəni, hündürlüyü az olur. Sıxlıq çox olanda hündürlük az olur. Sıxlıq az olanda hündürlük çox olur. O zaman diqqət etsək uşaqlar, burada sıxlığı az olan, deməli, rho 1 daha az sıxlıqdır, rho 2 isə xeyr, rho 1 daha çox sıxlıqlıdır, çünki aşağıdadır. Rho 1 böyükdür, rho 2-dən. Bax burada. Bunun içərisinə tökülən göy mayenin sıxlığı qırmızı mayenin sıxlığından daha çoxdur. Daha çox olduğuna görə daha aşağıda yerləşir. Bu şəkildə müəyyənləşdirmiş olarıq. Bunu həm də bu düsturdan da yaza bilərik. Rho 1 bölünsün rho 2 bərabərdir H2 bölünsün H1. Və izahını vermiş oldu. Və 5-ci sualı, sonuncu sualda izah edək. 5-ci sualda bizdən uşaqlar soruşur ki, dəniz səviyyəsi ilə Murov dağının ən hündür zirvəsi arasındakı atmosfer təzyiqlərinin fərqi təqribən 310 mm civə sütunu qədərdir. Bu fərqi Paskal vahidləri ilə ifadə edir. Deməli, özümüz üçün ağ səhifə açaq uşaqlar, çünki səliqəli şəkildə məsələni həll etmiş olaq. Biz bilirik ki, biraz əvvəl öyrəndiyimiz kimi 1 millimetr civə sütunu bərabərdir 133 paskala. Əgər 1 millimetr civə sütunu 133 paskala bərabərdirsə, bəs 310 millimetr civə sütunu neçə paskala bərabər olar? Əlbəttə ki, 133 paskal vurulsun 310 bərabər olacaq bu da 41.230 paskala. Deməli, biz millimetr civə sütununu paskal ilə ifadə etmiş olduq. Amma ikinci sualda bundan ibarətdir ki, Murov dağının həmin zirvəsinin dəniz səviyyəsinə olan hündürlüyünü hesablayın. Biz öyrənmişik ki, dəniz səviyyəsi olsun tutaq ki bu da yanındakı dağ zirvəsi. Hər 12 metr yuxarıya çıxdıqca, hər 12 metrdən 1 millimetr civə sütunu azalır. Və bunu da müəyyənləşdirsək, bunlar arasındakı fərq nə qədər idi? 310 millimetr civə sütunu deyildi. O zaman nə edərəm? Hər 12 metrdə 1 millimetr civə sütunu azalırsa, 310-da nə qədər olacaq? 310-u vuraram 12-yə. Bu da bərabər olacaq 3720 metr. Və müəyyənləşdirərəm ki, bu dağın da hündürlüyü yuxarı çıxdığına görə 3720 metrə bərabərdir. Yadımızda saxlayaq uşaqlar, yuxarı çıxdıqca hər 12 metrdən 1 millimetr civə sütunu azalır. Amma bunu əlavə olaraq deyim, tutaq ki, şaxtalarda işləyən insanlar var. Tutaq ki, olsun bu dəniz səviyyəsi və şaxtalarda aşağıda getdikcə onlar nə edir? Aşağıya inir, düzdür? Aşağıya getdikcə dəniz səviyyəsindən hər 12 metrdən 1 millimetr civə sütunu artır. Deməli, yuxarıya çıxanda hər 12 metrdən 1 millimetr civə sütunu azalırsa, aşağıya düşdükcə hər 12 metrdən 1 millimetr civə sütunu artır. Bunu da əlavə məlumat kimi sizə çatdırmış oldum. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı sizə aydın olmuş oldu. Amma yenə də hansısa bir mövzuda çətinliyiniz varsa, şərh hissəsində yazıb fikirlərinizi bölüşdürə bilərsiniz. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək məhz sizin əlinizdədir.
odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər sağ olun uşaqlar.